Pərdə aldım, tül oldu. Taxılım, sümbül oldu. İkinci çərşənbənin elde adı tül oldu. Əzizim bülbüləm mən, boy atmış sümbüləm mən. Çərşənbələr içində üçüncüyəm güləm mən. Bugün Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsi Lənkəranda qədim adət-ənənələrə uyğun şəkildə qeyd olunur. Canublu.az xəbər verir ki, bugün münasibəti ilə rayonun müxtəlif ərazilərində su mənbələri təmizlənir, su hövzələrində abadlıq işləri aparılır. Ənənəyə görə səhər tezdən sakinlər su üstünə gedir, əl üzlərini yuyur, bir-birinin üzərinə su çiləyirlər. Xüsusilə xəstələrin üzərinə su səpilməsi onların tezliklə şəfa tapacağına olan inamla bağlıdır. Eyni zamanda evə gətirilən su dörd bir tərəfə səpilir ki, il boyu ruzi bərəkət və sağlamlıq olsun. Su kənarında uşaqlar bayatılar səsləndirir, şənliklər keçirilir, mahnılar oxunur və qədim inanclar bugün də yaşadılır. Demək, hələ gün doğmamış subay qızlar sübh tezdən su başına gedər, həmin sudan götürüb yol boyu kimsə ilə danışmadan, heç kimlə danışmadan evə gələrlər. O suda lal su adlanır. Və axşam bir araya yığışıb, bir nişan üzüyü götürürlər. Bir boş qab, stəkan da ola bilər, kasa da ola bilər. Su ilə onu tam doldurmasalar da yarı tökülür stəkana, ya kasaya və həmin nişan üzüyü bir subay qızın saç telindən götürürlər. Üzüyü keçirirlər həmin saça. Üzüyü həmin suya tərəf gətirirlər, batırırlar, üç dəfə çıxarırlar və suya biraz uzaq tuturlar. Stəkanın kənarına başlayır o dəyib tıqıldanmaya. Neçə dəfə tıqıldanırsa, demək həmin qız həmin yaşda ərə gedəcək. Lənkəran sakinləri bir-birinə su çərşənbəniz mübarək olsun deyərək baharın nəfəsini suyun şəffaflığında qarşılayır, yeni ilin uğur və bərəkətini arzulayırlar.